Dost müqəddəs məhfumdur. Ola bilər 5 il, 10 il bir nəfərlə bir yerə çörəyi yesən, amma dost deyil o. Tanışdır. Dost kəlməsini düzlaşdırmayaq. Tanışdır. Dost deyil. Dost nədir? Dost bax budur ki, sənin səhvlər, hələ bir tərəfini deyim, gələn dəfə yenə izah edərəm. Dost budur ki, sənin səhvlərini görür, eyiblərini görür, eyiblərini görəndən sonra rahat yata bilmir, ürəyi yanır sənə, ilahi sevgi ilə, sənə olan sevgi ilə gəlir, yaxınlaşır, deyir, o eyibdən uzaqlaşır. Oldu dost. Buna deyərlər dost. Dost ki, bunu eləmir, dost deyil. Adın qoyub dostdan. Ucuzlaşdırmayaq bu kəlməni. Müqəddəs kəlmədir. Bəzi kəlmələr çox ucuzlaşıb cəmiyyətdə. Onlardan biri dost kəlməsidir. Elə ucuzlaşdırmışıq bunu. Dostumdur. Necə dostumdur? Dostu sən əlindən tutub mənəviyyata aparmalıdır. Xanımlara da aiddir. Rəfiqə. Müğayət olsunlar kimlə dost olurlar. Sənin mənəvi xəstəliyin olsun, amma dost rahat şəkildə yatsın, o dost deyil.